Düzgün cavab B. Konseptual biliyin növüdür. Bu tapşırığın mahiyyətinə və taksonomiyadakı yerinə diqqət yetirmək lazımdır. 1. Müqayisə və əlaqələndirmə. Burada sadəcə relyef formalarının adlarını, dağ, düzənlik, sadalamaq tələb olunmur. Olunsaydı, bu faktoloji olardı. Şagird, relyefin təsərrüfatla əlaqəsini izah etməli və bu iki fərqli coğrafi mühiti müqayisə etməlidir. Konseptual bilik, faktlar arasındakı əlaqələri, qanuna uyğunluqları, təsnifat və ümumiləşdirmələri əhatə edir. 2. Səbəb-nəticə əlaqələri. Dağlıq ərazilərdə heyvandarlığın yaylaq-qışlaq, düzənliklərdə isə əkinçiliyin, pambıqçılıq, taxılçılıq inkişaf etdiyini anlamaq və bunun səbəbini relyeflə əlaqələndirmək şagirdin mövzu haqqında sistemli bir təsəvvürə malik olduğunu göstərir. Variantların qısa təhlili. Faktoloji, əgər sual Azərbaycanın ən hündür zirvəsi hansıdır olsaydı, bu faktoloji olardı. Prosedural, əgər şagird bir xəritəni çəkməyin alqoritmini və ya miqyası hesablamaq qaydasını tətbiq etsəydi, bu prosedural olardı. Metakognitiv, şagirdin öz öyrənmə prosesi, strategiyaları və idraki haqqında məlumatlı olmasıdır. Konseptual, doğru cavab, faktlar arasındakı əlaqəni tapmaq, qruplaşdırmaq, ümumiləşdirmək və niyə sualına cavab vermək birbaşa bu kateqoriyaya aiddir. Qeyd, müasir kurikulum standartlarına görə müqayisə etmək, fərqləndirmək və əlaqə qurmaq feilləri ədətən konseptual biliyi və idrak taksonomiyasının anlama mərhələsini tələb edir.